Salam hörmətli izləyicilər. Biz ömür boyu real və virtual həyatda Şimali Koreya adlı bir ölkə ilə məzələnirdik. Onu bədbəxt bir ölkə kimi təqdim edirdik. Çünki orada nə demokratiya var, orada nə insan hüquqları var. Yəni orada heç bir vətəndaş heç bir məmurdan şikayət edə bilməz, ağzını aça bilməz, küçələrdə topa gəzə bilməz. Yəni bunlar hər şey qadağandır. Amma indi vəziyyət elə gəlib çıxıb ki, biz artıq o Şimali Koreyanı ötüb keçmişik. Məsələ nədir? Deməli, dünən bir qrup gənclər şəhərin mərkəzində flash mob eləmək istəyiblər, əylənmək istəyiblər. Ağ-qara bir şəhərə biraz rəng qatmaq istəyiblər. Lakin həmin əyləncəni bizim polislər onların burunlarından gətiriblər. Həmin o flash mob heç bir siyasi miting, heç bir siyasi aksiya sayılmır. Burada sadəcə gənclər yığışıb, əylənirlər, rəqs eləyirlər, gülürlər və s. Biz əvvəl öyrəşmişdik ki, bizim polislər ancaq siyasi mitinqləri, siyasi aksiyaları dağıtsın, orada iştirak edən vətəndaşları həbs eləsin, döysün, söysün. Amma görünür, ölkədə vəziyyət o dərəcə pisdir ki, artıq bizim polislər əylənmək istəyən, rəqs eləmək istəyən gənclərdən belə qorxur. Və məcbur olur, onları tutur, onları polis bölməsinə aparır, onları qorxudur. Normal ölkələrdə belə flash moblar olanda polislər çalışırlar ki, həmin flash moba qatırsınlar, gənclərə dəstək olsunlar. Lakin bizim ölkədə polislər özlərini elə aparırlar ki, sanki bunlar hansısa terrorun qarşısını alırlar, sanki o rəqs eləyən gənclər hansısa terror təşkilatının üzvləridir. Yəni bu hökumət çalışır ki, elə bir vəziyyət yaratsın ki, şəhərin mərkəzində heç bir gənclər toplaşmasın, heç bir gənclər əylənməsin, heç kim şəhərin mərkəzində gülməsin, heç kim əylənməsin, rəqs eləməsin, hamı başını aşağı salsın, qul kimi olsun, heç kim öz sözünü deyə bilməsin, narazılığını deyə bilməsin. Yəni bu cəmiyyəti bacardıqca sındırmaq istəyir, onları qorxutmaq istəyir. Biz artıq rahat deyə bilərik ki, Şimali Koreya kimi ölkə bizim yanımızda qələt eləyir. Bu anda polislər gəldilər, heç nədən məni götürdülər, yəni qolumdan, belimdən, 4 polis məni tutdu və dartırdı maşının içinə. Maşına yaxınlaşan zamanda mənim nəfəs orqanımdan vurdular yumruq. Onlar biz yenə söyüşlə danışırdılar, yəni adi söyüşlə yox, yəni anamızı ya bacımızı söyürdülər. Biz də heç nə eləyə bilməzdik. Yəni mən polisə əl qaldırsaydım, mən tutulacaqdım. What the fuck? Hadi git ha. Слушай, я снимаю. Yok, çəkirəm. Polis gələndə arxadan denə. Снимаю. Hayır, üstüne gözlüğün de. Benden berbere gitsin. Hadi. Oradan bırakacağım. Benim Allah'a da Haydi. Rişa. Adam o. Ben de sen yanında oturdum. O nədir? Prava duruş. Kardeş ben ne elbise? Gökten maçta savunlar seyredecek. YouTube, привет! Yazala Şakir uzmanına çekti. Kaymakam. Servis transляция. Olsun buradan.
bu flashmob belə bir siyasi məsələ deyil. Yəni mənə isə polislər bildirirlər ki, güya mən çıxmışam dövlətə qarşı mitinq keçirirəm, ya nəsə orada eləyirəm. Əslində bu flashmobun heç bir siyasətə dəxli yox idi. Mənə necə buraxdılar? Yenə də valideynləri çağırdılar. Valideyn pul istədilər. Sonra bütün uşaqların valideynlərindən pul götürüb sonra buraxdılar.